Allah Taala'nın insanlar arasında qadağan elədiyi mühüm məsələlərdən biri də və insanın taleyini acı nəticələndirəcək məsələlərdən biri də insanın zalim olmasıdır. Zalim yəni zülm eləyən. İnsan bir neçə dəstəyə zülm eləyir ki, o məsələni Allah Taala qadağan edir. Birincisi insanın məcazi mənada deyək, Allaha zülm eləməsi. İnsan Allaha necə zülm eləyə bilər? İnnəşşirkə ləzulmun əzim. Quranda Allah Teala buyurur ki, həqiqətən Allaha şərik qoşmaq bu ən böyük zülmdür. Zulmun əzim. Ən böyük zülmdür. Burada nə ilə müqayisə olunur, nə ilə ölçülür? Əslində zülm olunan şəxsin böyüklüyü ilə ölçülür. Yəni Allah Taala'ya heç bir kəsin, heç bir şeyin belə deyək, bənzəmədiyi halda kimisə və yaxud nəyisə gətirib Allaha şərik qoşmaq əslində bu özəli böyük zülmdür. İkinci dəstə insanın özünə zülm eləməsi. Allah Taala hətta insanın özünün də özünə zülm eləməsini qadağan edir. Hətta buna görə Qurani-Kərimdə bir çox ayələr var, hətta dua da var ki, Rabbana zalamna anfusana və illəm təğfir lana və tərhamna lənəkunənnə minəl xasirin. Ey Rəbbimiz, biz özümüz ölümüzə zülm elədik. Əgər sən bizi bağışlamasan, bu zülmdən xilas eləməsən və bizə rəhm eləməsən, biz zərər çəkmişlərdən olarıq. Və üçüncü dəstə də insanın özündən başqa kənar şəxslərə, istər yaxın şəxslər olsun, istər uzaq şəxslər olsun, istər dost tanışı olsun, istər qeyriləri olsun, başqalarına zülm eləməsidir. Bu da demək olar ki, böyük zülmlərdən sayılır. İnsanı hətta özünə zülm eləməsindən artıq belə zülmlərdəndir ki, hətta Allahın qiyamət günündə bağışlamamasına gətirib çıxardan günahlardandır. Nəyə görə? Çünki qiyamət günü Allah Taala bir bəndəsini bağışlamaq istəyəndə həmin bəndə deyər ki, ilahi mən filan kəsin haqqına girmişəm, o günahımı da bağışla. Həmin vaxtı hədisdə bu cür gəlir ki, Allah Taala buyurar ki, mən bu günahı bağışlaya bilmirəm. Çünki sənə bu günahı bağışlasam, bu haqqı bağışlasam, onda mən o zülm olunmuş şəxsin haqqına girmiş oluram. Əvvəl o səni bağışlasın, ondan sonra mən səni bağışlayayım. Ona görə zülm məsələsində insanlar çox diqqətli olmalıdırlar ki, həm Allaha, həm özlərinə, həm də digər insanlara pislik, zülm və haqqına girməzlik eləməsinlər.